Nəfəsdən, yəni güclü oxuyan, heç kim. Səsi? Yox, nəfəs yəni heç kəslə qiyaslanacaq səsdə, sənətdə deyil də. Yəni mən onun yanına kimi qoyum. Necə yəni? Yəni daha üstün görürsən onu? Yox, nəfəs çox zəif. Yəni zəifdən də zəifdir də. Yəni mən onu kimdən qiyaslayım? Burada sənətkarlarımız var. Amma mənim nəşimə qalıb. nə bilim vallah. Bir deyirəm soruşaq bəlkə. Yox, yəni nəfəsdən güclü yəni güclü oxumaq o da biraz məsələn mən onu Zeynəbə, Yəni demək istəyirsən ki, Damlaya... burada kimin şəklini ora qoysam nəfəsdən güclü olacaq, hə? Yox, zaten bir pillə yuxarını qoymuşuq. Təbii. Amma nəfəsdə bir pillə deyil, axı 1000 pillədir. Yəni yenə də nə kimi qiyaslayır? Bax, onda burada zəif bildiyin birini seçməlisən ki, onu belə nəfəsdən, burada nəfəsin səsindən əgər güclü görürsənsə o adamın səsini. Zəif yoxdur, amma rəfiqə olublar, duetləri olub, bir-birlərini çox istəyiblər, bir barışıq arzulayıram onlara. Çox, hətta qat-qat çox gözəl sənətçidir. Amma küsülü deyirlər. İnşallah ki, elə olsun. Hə, belə efirlərə çıxmalar. Nəfəs təzə gələndə çox yaxşı gəldi, mən onun xətrini çox istəyirəm. Amma son vaxtlar biraz böyüyə sayğısızlığı, biraz diqqətsizliyi, biraz saymamazlığı, biraz nə bilim o axranalarının cəmiyyətlə, kütlə ilə bu yaxınlarda konsertdə olan görüntü xoşa gəlməyən davranışları xoşuma gəlmədi. İnsanlarda qıcıq yaratdı. Yəni vaxt var idi, biz bir salona gedirdik Nəfəs xanımla. Daha doğrusu Nəfəs ora gəlirdi. Könül xanım bəziyirdi məni. O da ora şirniyyat pişirib gətirirdi. Bu eyib bir şey deyil, mən də satıcı işləmişəm və ondan fəxr eləyirəm. Amma mən çox istəyərdim ki, Nəfəsdə keçmişdə şirniyyat bişirib satmağı ilə fəxr eləsin. İnsan keçmişini unutmaz, itirməz. Bugünkü gündə də sənətkarlara nə olur olsun biz baş əyməli, sayğı göstərməliyik. Orada satışa verirdi. Gətirdi, satırdı, bizə deyirdi, məsələn, mənə yaxınlaşıb deyirdi ki, Nüçabə xanım, səni çox sevirəm, mən də ifaçı olmaq istəyirəm, mənə də bir dəstək, bir kömək, bir yol, deyirdim ki, nə zaman lazım olsa, papurillərdir, toy ifalarıdır. Yəni, bu normal bir şeydir. Hər kəsin bir yerdən başlayıb çörək qazanacaq. Amma insan keçmişini gərək ki, unutmasın. Cəmiyyətlə, kütlə ilə danışıq tərzinə diqqət eləsin, böyük-kiçik yeri bilsin. Sən sənətdə də, yaşda da kim olursansa ol, 20, 30 il, 10 il səndən öncə oxuyan böyüklərin hörmətini saxlamaq borcundasan.